Salam, hər kəs salamlayıram. Axşamınız xeyir olsun. Necəsiz? Ne olmalı da SM'de ne olacaq? Bir həftə 5-6 gün uşaq bayıra gedə bilmir də. Bir damcı yerdə yanır. Qəbz olub, nə olub bilmirəm. Ayın 30-da həkimə yazılmışıq, getməliyik. Aleyküm selam anar qardaş. Çox yaxşı ol qaqam. Yavaş. Hər kəs salamlayıram. Axşamınız xeyir olsun. Salam. Uşaq qəbz olub uşaqlar. Bu bilənlərdən soruşum da bayıra gedə bilmirsən. O problemi nədən ola bilər? Salam Leyli, salam. Çox sağ olun, yaxşı olun. Siz necəsiz? Şam qarnı bərkiyib. Şam kredizma edin. Oy kredizma var. Quran haqqı heç pulum da yoxdur. And olsun Allaha 4 ma pulum var. Həkim aparmaq istəyirəm. Ayın ikisi kartıma pul götürəcək, bilməm nə edeyim. Kredizma edin. Bilməm heç vallahi nə olacaq. Allah and olsun. Klizmada deyirəm, balaca uşaqdır, o nə, canı var, klizmada olsun. Dişi çıxıb, 2 dənə dişi çıxıb, aşağıdan 2 dişi çıxıb. Amma bayıra getmir də, bir həftə, 3 gündən bir damcı yedir, bir balaca qız boyda. Keçən də şam qoymuşduq, şam. Fazla klizma var. Ona pul lazımdır. Quran haqqı pulu yoxdur. Qızdırması yoxdur. Yo. İki manatı klizma. Şam yaxşıdır. Mikroklizma ilə. Mənim başım çıxmır. Onu həkim eləyə bilər ancaq. İşləyirəm inşallah, işləyirəm. İndi sabit işləyəm, heç vallah bilmirəm necə olacaq. Ekranlarımıza tıklayın, hər kəsdən xahiş edib ekranlarımıza tıklasın. Axşamınız xeyir olsun. Quba alması. Sən qızdırman var, yox, mənim yoxdur. Biraz düzdür, varım idi, tərəmə var, gəldi yedilərdən mənə, o da keçib gedir. Aleyküm salam. Aleyküm salam. Uşaqlar üçün şam var, uzun. İndi özüm yazmışıq düzdür həkimə. Ayın 30'u çağırıb, saat 1'də yanımda olun. Kart koy. Valla kart koyanda da Yusuf Qasımov. Hamı yazır ki, dilənçilik eləyin. İnsan bilmirlər nə çəkir, nə əzalar çəkir. Amma başa düşmürlər ki, Quran haqqı alıram, işləyirəm, inşallah, Allah can sağlığı xoşuna. 550 manata işləyirəm. Və Ayşat, anası uşaq. Uşağın pampiresi, yemeği, dəhşət yeyir də deməyəcəksən yemə. Tez yeməklə verdi, kartuşka, köyük çoğundur. O da mədəsini bərkidib, bayra gedə bilmirdi. Nə qədər Günlara xanım, valla qoyaram. Hamı ağzını açır, Allah yolun ağzına gələni yazırlar. Adam utanıb xəcalə çəkir. Bilmirlər insanla çəkdiyini. Həkim deyib, gətirin bir üçün baxaq görə nə olub ona. Təcili yardım deyil, necə batıra bilmirsə. Hamı deyir, kart koyun, amma bir şeylə olmur. Vallahi yazaq da görürdüm. Moderatorlarımız, mən kartımı bilirsiniz. Allah heç kəsi çarəsi durmaz almazsın. Düzdür, bilirəm ki, nələrə görə mənə daşqalaq edirsiniz. Amma mən də məcburam, bir övladım var, əzizim. Uşağıma görə hər şey məcbur uduram. Batıra bilmir də, bayıra gedəməm, yazın neçə gün ağlayır, yarım saat yatır durur, yarım saat Allah pis gözlərdən də uzaq eləsin. Dünənlər yatıb, mən də yatmışam, anası da yatıb, uşağı da qıraqda. Uşaq güppultu ilə deyildi yerə.
Bir evimiz, işimiz ola bilər, neyərik. Veşimizin yarısı Badamdarda, yarısı Nardaranda, yarısı orada. Belə şey olmur ya, qurban olmalı. Allah heç kəsi çarəsiz eləməsin. Kart qoymuşam. Verilişlə bağlı vallahi məlumatım yoxdur. Mən elə uşağın aqibəti mənə yatmır, 3 gündür yatmır. Bayıra getmək istəyib bilmir. Sağ olsun bir baş bilən adam var idi, gəldi. Bunun şam var, şey var. Bu uşağın tazikini ölçmək üçün, qızdırmasını ölçmək üçün. Onu elədi. Bu belə qupquru bir şey çıxdı oradan. Nə qədər güc eləyib, ayaqlarını da belə masaj eləyib, batırım tualetə getmir də. Şam qoy. Nə şamı qoymuş Allah, nə şamı? Aleyküm salam, aleyküm salam. 4098 58 44. Mənə 100 manat bax lazımdır borca. Ayın 3'ü qaytaracağam Allah qoysa. Ayın 3'ü qaytaracağam. Uşağı sabah həkimə aparmaq istəyirəm. Glitçinin. İndi glitçinin yoxdur axı. Glitçilin o var idi, 1 manata var başqası. O tabletkalardı xırda ondan deyirsiniz. Ayşe, Gəncədən bayaq həkim zəng elədi, canlaşmışdım. Dedi ki, narahat olmayın. Dedim, indi sabah öz həkimi var, öz həkimini aparacaq. Sabah saat 1 tamamda olmalıyıq da, Ləman həkimin yanında. Ləman həkimlə danışdım. Ləman həkim deyir, köməkçisinlə var. Köməkçisinə də yazmışam, indi deyir, ayın 30'u gəliniz. Şam qoyma, biri şam qoy, biri şam qoyma. Ekranlarımızı tıkla zəhmət olmasa. Sabah indi doktor deyəcək də, görək. Ya maz vururuq, belə arkasında da o vazelin maz var idi, apteklərdə satılır 8 manata. Ondan yaxmışıq ona. Ya arxası 2 günlə də qatmışıq, bugün də heç bir şey effekti yoxdur. Yeməyini qarışdır. 40 98 58 44 96 59 91 09 90. Mənə 100 manat borcu lazımdır. Ayın 3'ü qaytaracağam. Xahiş edirəm qızıma, kim yazıb bunu? Gülşən Babayeva yazıb ki, klizma yağı var. Klizma yağı var. Harda var ay Gülşən? Doktor indi sabahları görək. Ayka deyə gəl verim. Harda olursunuz siz? Yox, doktor dedi. Hələ yox, amışları geçməmişəm. Günləri kartı qoymuşdum da heç bir effekt olmadı. Vallahi 2-3 dəfə qoydum, yəqin görmür. Sağ giymişəm deyənə kart görsənmir. Qonşum da səsi vəbşi gül gəlirik. Allah heç kəs çarəsiz eləməsin, heç kəs evsiz eşsiz eləməsin. Heç kim eşmə möhtacam. Amin. Mikrokrizma. Mikrokrizma hardadır? Paltar sabunu. Vallahi hər əvüz bir şey deyirsiniz. Doktor indi görək nə deyir? Klizma edin. Uşaq bir həftədə bu tualetə getmir də. Ağlayır, qışqırır. Dünən deyirlər. Yarım saat yatır durur. Ancaq qucaqda. Nə bilim. De ama südü yağlı olanda olur ki elə bir şey. Aleyküm salam, aleyküm salam. Bir həftədən artıqdır da bu bəzi. Mikrokrizma nədir ki? Mikro yəni kiçik deməkdir, makro böyük deməkdir. Yəni kiçik klizma. Kiçik də kiçiyindən nə? Salam, salam, salam. Çiğ su ver. Ya hamısını eləmək düz deyil, öz başına deyil. İndi doktora yazmışıq, doktor da deyir, bir həftədir də, bir həftədir. 7 aylıqdır, 7. 8-cindədir. Doktor da deyir, sabah. Bağırsaq mikrobu ola bilər. Mikrop da... Demək, əynimi deyişim, mənim qara köynəyim var burada. Bir dənə ora bax. Yox. Olmamış olmaz, bir dənə bax, belə görsən ver. Deyirəm, yoxdur, amma hamısını al gətirmişsən. 2 dənə 3 dənə kofta gətirmişdik də. 50-100 manat mənə borc lazımdır, ayını 13'ü qaytaracağım dostlar. Mən özünüz bilirsiniz, neçə aylarda canlı hərdən bir açıram. Heç pulla mən istəməmişim kimdənsə. İşləyim, prosu uşağa görə mən istəyəm, sabah həkimə yazdıracağım 72 sabunu. 72 sabunu neyniyim? O deyirlər, deməyinə mal da deyirlər. Amma öz Paltar sabunu. Deyir, baxar.
Niyə öz başına eləmək düzdür? Çünki həkim özü sabah baxıb özü deyəcək. Öyle bu niyə getirir? Belə deyil interneti. Mikroklizma. Klizma yaxşıdır. Dədə-baba solu deyirlər, o dədə-baba solu, o da öz başına eləmək. Bizim uşaq həssas uşaqdır, küveyzə düşüb deyə, hər şey eləmək düz deyil. İraq olsa sabah onun fəsadı ola bilər. Doktor da dedi, ayın 30-u günündə, indi də başqa həkimlə danışdım. Hə, valla bir həftə düşüb çölə çıxa bilmir. Bir həftə var, yox çoxdur. Elə belə çıxır da, yəni normal çıxmır. Elə bir damcı daş boyda qoyur ora, bir qoyun qırğı boyda. Daş şimdi çıxır da. Ona görə də sabah sənə neçə yaz bakayım? Sabah saat 10 yox. Üzülü sən dostlar, mesajlarınızı görə bilmirəm çoxsunu. Sabah saat 1 tamama deyək ki, burada olun. Ona görə deyirəm də mən işləyim, mən də keçsin. Heç nə çaxdırmam, bol, xərfimiz qarşılayır. İradə xanım yazır mikrokrizma. Mikrokrizma düz başımıza elə bilməkdən gedək ki, doktor nə qaracaq, nə eləyəcək? Aynen. Su da veririk, her bir şey de veririk. Almadı. O bir dəfə bir tane adam var idi, kənd adamı. Gəldi şeylə qurdaladı, biraz bərk bir şey çıxdı da balaca. Onu da sonra batırmadı. Hə, girdim. Direkti oxuyun. Hər şey tərsini gedir. Direkti oxuyun zəhmət olmasa. Tamam baş üstə oxuyacağam, buranı bağlayıb oxuyacağam. Mən şeydə deyil. 40 98 58 44 96 59 91 09 kart hesabı mənim hesabımdır uşaqlar. Mənə borcu 50-100 manat lazımdır. Ayın 3'ü qaytaracağam. Ayın 3'ü. Bugün 28 29'udur. 4 gündən sonra. Hər şey üst-üstə gəlir. Bir iş olar. Kızdı bir tərəfdən, boşda bir tərəfdən. Mən burada mod deyiləm, Hüseyin. 44 minlikdə mod deyiləm. Mod idi. Hə, modam. Niyə belə olur? Pulla niyə gedirsiniz? Hara nə gedib biz? Maşınımız yoxdur, maşına benzin lazım. Neyse, hər şey çıxır. Valla bir həftədir getmirdi. Gedir bir damcı, gedir tırt eləyir dayanır. Bir damcı, bir qoyun qığı boyda. Ya ağlayır, yata bilmir. Əleykum salam. Nömrəni yaz. Nömrəni yaz. Baş üstə İradə xanım. Mənim cin nömrəmi İradə xanıma yazın. 055 523 21 63. Mənim cin nömrəmdir. Bu WhatsApp da var. Yazdım sizə. Babamın ilk nədir? Babamın. 40 98 58 44 96 59 91 09 uşaq durdu. Neçə dəqiqə analist elə cəmaət vəziyyət elə pisdir ki. Salam, çox salam. Nömrəni bir dedi. 055 523 21 63. Eləmişim masaj eləyirik qarnı testi. Babacığım, babacığım. Bomcun yıkılmıştı. Yok, butulka düşmüştü. Niye yıkılır ki mən babam?